Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz qanunvericilik fənnindən korrupsiyaya qarşı mübarizə haqqında qanun olacaq. Diqqətlə qulaq asın. Deməli yoldaşlar, bu qanun, yəni korrupsiyaya qarşı mübarizə haqqında qanun, korrupsiya ilə əlaqədar hüquq pozmaların aşkar olunması, qarşısının alınması və nəticələrin aradan qaldırılmasına, sosial ədalətin, insanların və vətəndaşların hüquq və azadlıqlarının müdafiə olunmasına, qorunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, həmçinin də dövlət orqanlarının və yerli özünü idarəetmə orqanlarının, publik hüquqi şəxslərin, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin olunmasına yönəlmiş bir qanundur. Korrupsiyaya qarşı mübarizə haqqında qanun, yəni qısaca olaraq desək, bu qanun dövlət və bələdiyyə orqanlarına, yəni yerli özünü idarəetmə orqanlarına, qurumlara əhalinin etimadının möhkəmləndirilməsi, həmçinin peşəkar kadrların dövlət və bələdiyyə orqanlarında qulluğa girməyə həvəsləndirilməsi və həmin şəxslərin korrupsiya ilə bağlı hüquq pozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır. Yoldaşlar, korrupsiya deyərkən nəyi başa düşürük? Korrupsiya vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın, qurumun statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətləri əldə etmək, imtiyazlar və ya güzəştlər əldə etmək korrupsiya adlanır. Başqa cürə desək, fiziki və hüquqi şəxslər tərəfindən qeyd olunan maddi və sair nemətlərin, imtiyazların, güzəştlərin qanunsuz şəkildə vəzifəli şəxslərə təklif edilməsi, vəd olunması və yaxud da verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır korrupsiya. Yoldaşlar, korrupsiya ilə bağlı hüquq pozmanın bir sıra subyektləri vardır. Bu subyektlər iki hissəyə ayrılır. Bir vəzifəli olan şəxslər, biri var vəzifəsiz olan şəxslər, yəni vəzifəsi olmayan şəxslər. Deməli yoldaşlar, korrupsiya ilə bağlı hüquq pozmaların subyektləri vəzifəli şəxslərdir, bir də vəzifəsi olmayan şəxslərdir. Vəzifəli şəxslər konstitusiya və qanunlarla müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər. Xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər. İnzibati vəzifə tutan dövlət qulluqçuları, həmçinin dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər, qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə orqanlarına, yəni yerli özünü idarəetmə orqanlarına seçilmiş şəxslər, yerli özünü idarəetmə orqanlarında təşkilati sərəncam verici və ya inzibati təsərrüfat funksiyalarını həyata keçirən şəxslər, qurumların rəhbərləri və işçiləri. Yoldaşlar, burada yerli özünü idarəetmə orqanlarında seçilmiş şəxslər deyərkən nəyi nəzərdə tutur? Niyə seçilmiş deyir? Çünki biz bilirik ki, bələdiyyələr seçkilərin əsasında yaradılır və bələdiyyələrin üzvləri seçkilər əsasında vəzifəyə təyin olunur da, belə deyək. Ona görə də seçilmiş şəxslər deyir. Deməli yoldaşlar, vəzifəsi olmayan şəxslər isə, yəni korrupsiyaya qarşı hüquq pozmanın vəzifəsiz şəxsləri isə bunlardır. Öz nüfuzundan və əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz şəkildə təsir göstərmək müqabilində maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər vəzifəsi olmayan korrupsiya hüquq pozmasının subyektləridir. Bir də vəzifəli şəxsə qanunsuz olaraq maddi nemətlər, imtiyazlar və güzəştlər təklif edən, vəd verən və yaxud da verən fiziki və hüquqi şəxslər, belə hərəkətlərdə vasitəçilik etmiş şəxslər korrupsiya ilə bağlı hüquq pozmanın vəzifəsi olmayan şəxsləridir, yoldaşlar. Diqqətli olun, bu maddələrə diqqətlə yanaşın. Deməli yoldaşlar, qanunun tətbiq dairəsi, yəni korrupsiya qarşı mübarizə haqqında qanun Azərbaycan Respublikasının ərazisi daxilində bütün fiziki və hüquqi şəxslər barəsində, yəni fiziki deyərkən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, vətəndaşlar və hüquqi şəxslər barəsində, onun ərazisindən kənarda isə Azərbaycan Respublikasının vətəndaşları, soydaşları və Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər barəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilir. Deməli yoldaşlar, korrupsiyaya qarşı mübarizəni həyata keçirən bir sıra orqanlar, qurumlar var. Ümumiyyətlə, bütün dövlət orqanları, yerli özünü idarəetmə orqanları, yəni bələdiyyələr və sair qurumlar və vəzifəli şəxslər
səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər. Səlahiyyətləri çərçivəsində yalnız həyata keçirə bilərlər. Bütün hallarda həyata keçirə bilməzlər yoldaşlar. Deməli yoldaşlar, korrupsiya ilə əlaqədar hüquq pozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaradarsa, korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə müəyyən olunmuş qaydada hüquq mühafizə orqanları həyata keçirirlər. Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını isə Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə üzrə komissiyası, bundan sonra komissiya həyata keçirir. Deməli yoldaşlar, komissiyanın tərkibi icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanları tərəfindən təyin olunan üzvlərdən ibarətdir. Komissiyanın səlahiyyətləri, yəni korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın səlahiyyətləri qanunla təsdiq edilmiş əsasnamə ilə müəyyən olunur. Deməli yoldaşlar, maliyyə xarakterli tələblər, deməli vəzifəli şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada aşağıdakı məlumatları təqdim etməlidirlər. Mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə. Yəni ki, yoldaşlar, mənbə deyərkən, yəni bu gəlirlər hardan formalaşıb? Pedaqoji fəaliyyətdənmi formalaşıb, yaradıcılıqdanmı formalaşıb, elmi fəaliyyətdənmi formalaşıb? Onu nəzərdə tutur mənbə deyərkən. Mənbəyinin növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barəsində, vergi tutma obyekti olan əmlakı barədə, yəni hər hansı bir daşınmaz əmlakı barədə, öz adına məxsus olan veyni olduğu, öz adına məxsus olan əmlakı barədə, kredi təşkilatlarındakı əmanətləri, yəni depoziti, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə, şirkətlərin yaranmasında təsisçi kimi iştirakı və bu şirkətlərdə öz mülkiyyət payı barədə, həmçinin 5500 manatdan yuxarı olan borcu barədə, həmçinin də 1100 manatdan yuxarı olan maliyyə və əmlak xarakterli digər öhdəliklər barəsində məlumat verməlidir. Deməli yoldaşlar, bu qanunun 5.1-ci maddəsinə göstərilən məlumatlar qanunvericiliklə müəyyən olmuş qaydada tələb oluna bilər. Yəni, maliyyə xarakterli tələblər qanunvericiliklə müəyyən olunmuş qaydada tələb oluna bilər. Deməli yoldaşlar, maliyyə xarakterli tələblərin pozulmasına görə məsuliyyət ümumiyyətlə vəzifəli şəxslər və ya vəzifə tutmaq istəyən şəxslər, yəni biri var dövlət qulluqçusu statusu qazanmış, dövlət qulluğuna çalışan şəxslər, bir də var ki, dövlət qulluğuna hazırlaşan, işə girmək istəyən şəxslər. Bu qanunun 5.1-ci maddəsində göstərilən tələblər və bu tələblərə əməl olunmamasının hüquqi nəticələri barədə qanunvericiliklə müəyyən olmuş qaydada xəbərdar edilirlər. Yəni, maliyyə xarakterli tələblərə əməl edilmədiyi təqdirdə vəzifəli şəxslər və ya vəzifə tutmaq istəyən şəxslər qanunvericiliklə müəyyən olmuş qaydada xəbərdar edilirlər. Ümumiyyətlə, yoldaşlar, maliyyə xarakterli tələblər maddəsində müəyyən edilmiş tələblərə əməl olunmasına nəzarətin həyata keçirilməsi qaydaları qanunvericiliklə müəyyən olunur. Qanunla yox, qanunvericiliklə müəyyən olunur. Yadda saxlayın. Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli tələblərin müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl olunmaması, həmçinin bu maddədə nəzərdə tutulmuş məlumatların üzürsüz səbəbdən vaxtında təqdim edilməməsi və ya qəsdən natamam yaxud təhrif edilmiş məlumatların təqdim olunması həmin şəxslərin intizam məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə barələrində intizam məsuliyyətinə cəlb olunmanın xüsusi qaydası nəzərdə tutulmuş şəxslər isə intizam məsuliyyətinə həmin qaydalara riayət edilməklə cəlb oluna bilərlər. Deməli, yoldaşlar, yaxın qohumların birgə işləməsinə yol verilməməsi, ümumiyyətlə, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifəni tuta bilməzlər. Bir də qeyd edim, yoldaşlar, maliyyə xarakterli tələblərə əməl etməyən şəxslər barəsində komissiya, yəni korrupsiyaya qarşı mübarizə üzrə komissiya rəsmi dövlət qəzetində məlumat dərc etdirə bilər. Deməli, yoldaşlar,
yaxın qohumların birgə işləməsinə yol verilməməsi halını pozan şəxslər həmin tələbin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırılmadığı halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməlidir. Bu mümkün olmadıqda həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır. Yoldaşlar, deməli, bu qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş ümumiyyətlə şəxslər digər orqanlarda, yəni digər nazirliklərdə, agentliklərdə, komitələrdə və yaxud xidmətlərdə və yaxud da hər hansı bir özəl qurumlarda, idarə və müəssisələrdə, təşkilatlarda vəzifə tuta bilərlər. Maddə 8 hədiyyə alma ilə bağlı məhdudiyyətlər. Deməli, yoldaşlar, vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və yaxud bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü ya da digər şəxslər üçün tələb edə və yaxud da qəbul edə bilməz. Bu qayda xidməti vəzifələrin qərəzsiz icrasına təsir etməmək şərti ilə Korrupsiyaya qarşı mübarizə haqqında qanunun hədiyyə alma ilə bağlı məhdudiyyətlər maddəsində nəzərdə tutulan kiçik hədiyyələrin qəbul edilməsi və sadə qonaqpərvərlikdən istifadə hallarına şamil olunmur. Biri var, yoldaşlar, mən dövlət orqanında işləyirəm, məsələn, Asan Xidmət Mərkəzlərində işləyirəm. Orada vətəndaşlara, belə deyim də, pasportların verilməsi işinə baxıram. Vətəndaşlar gəlib, 3-4 nəfər vətəndaş gəlib, mən onları yola salıram bir-bir, ardıcıl şəkildə və o vətəndaşlardan biri mənim ona göstərdiyim yüksək xidmət müqabilində mükafatlandırma kimi nəzərə tutaraq mənə 500 manat pul çıxardır verir və yaxud da 100 manat pul çıxardır, təhlil eləyir ki, götür, qoy cebinə. Belə hal, məsəl üçün, yaşana bilməz. Çünki bir il ərzində vəzifəli şəxs xidməti vəzifəsinin icrası ilə əlaqədar fiziki və ya hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz və yaxud da məbləği qəbul edə bilməz. Məsəl üçün, amma mən tutaq ki, dövlət orqanında işləyirəm, yenə Asan Xidmət Mərkəzində. Orada, belə deyim də, yenə pasportların verilməsi işinə baxıram, tutaq ki, ümumi vətəndaş xarici pasportlarının verilməsi işinə baxıram. Orada artıq gələn vətəndaşlar, tutaq ki, 10 nəfər vətəndaş dayanıb, o 10 vətəndaşın sonunda da bir nənə yaşlı nənə dayanıb. O nənə artıq, mən o nənəni oradakı sırada duran şəxslərdən icazə alaraq, mədəni şəkildə sıranın önünə keçirirəmsə, onu xidmət göstərib, onu vaxtından əvvəl yola salıramsa və o da bir neçə gündən sonra mənə, necə deyim, gücü çatan hər hansı bir hədiyyə xarakterli bir nəsə gətirirsə və yaxud bir şirniyyat bişirib gətirirsə, tort bişirib gətirirsə, bir corab toxuyub gətirirsə və s. da, yəni nəsə bir hədiyyə alıb gətirirsə və hədiyyənin dəyəri 55 manatdan aşağıdırsa, bu artıq sadə qonaqpərvərlik halı sayılır, yoldaşlar. Yəni kiçik bir hədiyyə, sadə bir qonaqpərvərlik halı sayılır. Yəni bu hallar istisnadır. Amma 500 manat birdən-birə götürüb, məsəl üçün, göstərdiyim xidmətə görə bir nəfər mənə təhlif edirsə, bunun artıq mən tərəfindən qəbul olunması və digər şəxslər tərəfindən tələb olunması, qəbul edilməsi qadağandır, yoldaşlar. Deməli, yoldaşlar, 55 manatdan yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına, yerli özünü idarə etmə orqanına və ya quruma məxsus hesab edilir. Yəni ki, sənə 55 manatdan yuxarı olan, sən dövlət qurumunda çalışırsansa, 55 manatdan yuxarı hədiyyəni qəbul edə bilmərsən. Yəni, bir il ərzində xidməti vəzifənin icrası ilə əlaqədar 55 manatdan yuxarı olan bir hədiyyəni və yaxud məbləği qəbul edə bilmərsən. Əgər ondan yuxarı bir məbləğ olarsa, bu artıq dövlət orqanının, yerli özünü idarə etmə orqanının və yaxud da qurumun hesab olunur. Yəni, o quruma məxsusdur artıq, sənə aid deyil.
Yoldaşlar, vəzifəli şəxs hədiyyənin qəbul edilməsi ilə və sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barəsində birbaşa rəhbərinin rəyini öyrənməlidir. Yoldaşlar, yadda saxlayın. Birbaşa rəhbər sizin işlədiyiniz dövlət orqanının, məsəl üçün mən işləyirəm Mingəçevir şəhəri Asan Xidmət Regional Asan Xidmət Mərkəzində, düzdürmü? Aparıcı məsləhətçi kimi. Mənim artıq birbaşa rəhbərim kim olacaq? Mingəçevir şəhər Asan Xidmət Mərkəzinin rəhbəri olacaq, düzdürmü? Amma dövlət orqanının rəhbəri deyəndə artıq vətəndaşların deməli sosial innovasiyalar agentliyi olacaq. Oranın rəhbəri artıq mənim dövlət orqanının rəhbəri sayılır. Bildinizmi? Amma bilavasitə rəhbər deyərkən mənim məsəl üçün aparıcı məsləhətçiyəm və yaxud da məsləhətçiyəm. Mənim belə deyim də rəhbərim kimi sektor müdürü, şöbə müdürü təyin olunur. Mən artıq ona tabiyəm. O artıq mənim belə deyim bilavasitə rəhbərim sayılır. Deməli yoldaşlar, fiziki və hüquqi şəxslərlə mülki hüquqi əqdlərin bağlanması və yaxud onların icrası zamanı vəzifəli şəxslər tərəfindən xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər hansı güzəştlərin və imtiyazların əldə olunması qadağan olunur. Deməli yoldaşlar, vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar, güzəştlər təklif olunduğu halda vəzifəli şəxs onlardan imtina etməlidir. Yəni bir qayda olaraq imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar, güzəştlər vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdən verilərsə, yəni ki, özü tələb eləmədiyi təqdirdə vəzifəli şəxs ona hər hansı bir vətəndaş tərəfindən maddi və sair nemət, imtiyaz, güzəşt verilərsə, bu barədə o birbaşa rəhbərinə məlumat verməlidir və maddi nemətləri, imtiyazlar, güzəştləri vəzifəli şəxsin işlədiyi dövlət orqanına, yerli özünü idarəetmə orqanına və yaxud da quruma akt üzrə təhvil verməlidir yoldaşlar. Bunu çox vaxt qarışdırırlar, sərəncamda yazırlar. Amma səhvdir, akt üzrə təhvil verilməlidir yoldaşlar. Yadda saxlayın. Deməli gəldik əsas hissəyə. Yoldaşlar, bununla bağlı sizə qısa konsepsiya hazırlamışam. Onu göndərəcəm qrupa. Deməli, burada əsas nədir? Korrupsiya ilə bağlı hüquq pozmalar. Korrupsiya ilə bağlı hüquq pozmalar deməli iki yerə ayrılır yoldaşlar. Bilavasitə korrupsiya hüquq pozması, korrupsiyaya şərait yaradan hüquq pozmalar. Bir var birbaşa olaraq korrupsiya hüquq pozmasının törədilməsi. Bir də var ki, ona şərait yaratma hüquq pozması. Bildinizmi yoldaşlar? Bununla bağlı qısa konspekt göndərəcəm sizə. Yəni asan yadda saxlamağınız üçün. Çünki burada oxusaz yadınızda yəni qalmaya da bilər. Yəni qarşılıq yarana bilər. Biraz PDF-də qarışıq düşübdür. Deməli yoldaşlar, gəldik korrupsiya ilə əlaqədar hüquq pozmalara görə vəzifəli şəxslərin məsuliyyəti. Yoldaşlar, korrupsiya ilə əlaqədar hüquq pozmalar qanunvericiliklə müəyyən olunmuş qaydada intizam, mülki hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. Bunu qısaca olaraq imhic kimi yadda saxlaya bilərsiniz. Vəzifəli şəxs tərəfindən bu qanunun 9-cu maddəsində, yəni korrupsiya ilə əlaqədar hüquq pozmalara görə vəzifəli şəxsin məsuliyyəti maddəsində nəzərdə tutulmuş hüquq pozmaların törədilməsi zamanı, daha doğrusu törədilməsi mülki hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradarsa, vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir yoldaşlar. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir deyərkən yoldaşlar, burada müvafiq qanunvericilik yəni işarə eləyir də, yəni korrupsiya ilə bağlı, korrupsiyaya qarşı hüquq pozma ilə bağlı, korrupsiyaya qarşı mübarizə haqqında qanuna uyğun olaraq həyata keçirilir yəni. Yoldaşlar, ümumiyyətlə korrupsiya ilə əlaqədar hüquq pozmalara görə intizam məsuliyyəti tədbirləri bu qanundan, yəni korrupsiyaya qarşı mübarizə haqqında qanundan və digər qanunvericilik aktları ilə tənzimlənir. Deməli yoldaşlar, bu maddədə nəzərdə tutulmuş hüquq pozmaların törədilməsi inzibati və cinayət məsuliyyəti yaratmazsa, aşağıdakı xüsusi hallara riayət edilməklə qanunvericiliklə müəyyən edilmiş qaydada intizam məsuliyyətinə səbəb olur. Deməli yoldaşlar, bu hallar hansılarıdır? Konstitusiya və qanunlarla müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş şəxslər bu maddədə göstərilən hüquq pozmaları törətdikdə korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə vəzifəli şəxsin seçildiyi dövlət orqanlarına məlumat verir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada
bələdiyyə orqanlarına seçilmiş şəxslər bu maddədə göstərilən hüquq pozmaları törədərsə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə müvafiq seçki komissiyasına məlumat verir. Axı bələdiyyələr seçkilərin əsasında yaradılır və seçkilərin əsasında onların üzvləri təyin olunur. Ona görə də o orqanın, o bələdiyyənin, o yerli özünü idarəetmə orqanın belə deyim də, orqanına hansı şəxslər, hansı seçki komissiyasının dəstəyi ilə, belə deyim, fəaliyyəti ilə seçiliblərsə, o həmin müvafiq seçki komissiyasına korrupsiyaya qarşı mübarizə aparan orqan məlumat verir. Və həmin seçki komissiyası da bu barədə materiallar ona daxil olduğu gündən 5 gün ərzində, 5 iş günü yox yoldaşlar, 5 gün ərzində şəxsin yol verdiyi hüquq pozma barədə onun seçildiyi yerli özünü idarəetmə orqanına məlumat verir. Deməli, yoldaşlar, Azərbaycan Respublikasında dövlət orqanlarında seçkili vəzifələrdə namizədliyi qanunla müəyyən olmuş qaydada qeydə alınmış şəxslər bu maddədə göstərilən hüquq pozmanı törədərsə, seçki məcəlləsində nəzərdə tutulmuş tədbirlər görünür onlara. Deməli, hakimlər əgər korrupsiya ilə bağlı hüquq pozma törədərsə, korrupsiyaya qarşı mübarizə aparan orqan, komissiya intizam tənbehinin tətbiqi maddəsinə baxılması üçün bu barədə Məhkəmə Hüquq Şurasına məlumat verir. Deməli, yoldaşlar, korrupsiya hüquq pozmalarına görə fiziki və hüquqi şəxslərin məsuliyyəti, qanunvericiliklə ilə müəyyən olunmuş korrupsiya hüquq pozmalarını törətmiş fiziki şəxslərin hərəkətləri cinayət tərkibi yaratmadıqda onlar inzibati qaydada cərimə edilirlər. Yəni, əməllərində əlavə bir cinayət xarakterli bir belə deyim, əməl yoxdursa, yalnız cərimələnirlər da, belə deyək. Amma cinayət tərkibi yaratmayan korrupsiya hüquq pozması törətmiş hüquqi şəxslər qanunla müəyyən olmuş qaydada cərimə edilirlər. Hüquqi şəxslər qanunla müəyyən olmuş qaydada cərimə edilir, yoldaşlar. Amma fiziki şəxslər cinayət tərkibi yaratmayan hərəkətləri olarsa korrupsiya hüquq pozmasında, yəni korrupsiya hüquq pozması törədərlərsə və əməllərində cinayət tərkibi olmazsa, fiziki şəxslər inzibati qaydada cərimə edilirlər. Amma hüquqi şəxslər isə korrupsiya hüquq pozması törədərsə və əməllərində cinayət tərkibi olmazsa, qanunla müəyyən olmuş qaydada cərimə edilirlər. Cinayət tərkibi yaradan korrupsiya hüquq pozmasına görə hüquqi şəxslər barəsində qanunla müəyyən olmuş qaydada cərimə və ya digər cinayət hüquqi tədbirlər tətbiq edilir. Deməli, yoldaşlar, korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat vermə var. Ümumiyyətlə, korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı, o cümlədən elektron və yaxud da şifahi formada verilə bilər. Yəni, hər bir şəxs tərəfindən, hər bir şəxsin ixtiyarıdır ki, hər hansı bir korrupsiya hüquq pozması görərsə, müvafiq qurumlara yazılı və şifahi surətdə müraciət eləyə bilər. Deməli, yoldaşlar, dövlət və bələdiyyə orqanlarının, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının səhmlərinin nəzarət zərfi dövlətə və bələdiyyələrə məxsus olan hüquqi şəxslərin, həmçinin büdcə təşkilatlarının, bundan sonra idarə müəssisə və təşkilatların rəhbəri, həmin idarə müəssisə və ya təşkilatlarda korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və yaxud da struktur bölmə müəyyən eləyir. İdarə müəssisə və təşkilatlarda çalışan işçilər korrupsiya ilə bağlı hüquq pozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə yazılı surətdə verə bilərlər. Deməli, yoldaşlar, səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumatı qəbul etdikdən sonra qeydə almalıdır və məlumatın qeydə alınmasını məlumatı verən şəxsə bildirməlidir. Səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat qeydə alındığı gündən 20 iş günü ərzində, 20 gün yazsa səhvdir ha yoldaşlar, 20 gün o deməkdir ki, yəni iş günü ola da bilər, olmaya da bilər. 20 iş günü ərzində, 20 iş günü müddətində məlumatı araşdırmalıdır və araşdırmanın nəticəsini məlumat verən şəxsə bildirməlidir. Araşdırma da vətəndaşların müraciətləri haqqında qanuna əsasən, qanunla müəyyən olmuş korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı müraciətlərə baxılması xüsusiyyətlərinə uyğun olaraq aparılır. Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində daha doğrusu birbaşa və yaxud da dolayısı yolla maraqlı olan şəxslərə korrupsiya ilə bağlı hüquq pozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.
Deməli, yoldaşlar, korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat səlahiyyətli struktur bölmə ilə əlaqədar olarsa, məlumatı verən şəxs həmin məlumatı müvafiq idarə müəssisə və təşkilatın rəhbərinə təqdim etmək hüququna malikdir. Və idarə müəssisə təşkilatının rəhbəri belə məlumatın qəbul olunmasını, qeydə alınmasını və bu qanunda, yəni korrupsiyaya qarşı mübarizə haqqında qanunda nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Həmçinin də korrupsiya ilə əlaqədar hüquq pozmaları barəsində məlumat idarə və müəssisə təşkilatın rəhbəri barədə olarsa, ondan daha yuxarı orqana, daha yuxarı vəzifəli şəxsə, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara təqdim etmək hüququna işləyən həmin idarə və müəssisədə çalışan hər bir şəxsin hüququdur ki, yəni onunla bağlı vəzifəli şəxs, ondan yuxarı vəzifəli şəxsə və yaxud da korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara hər hansı bir məlumatı çatdırsın. Bir sözlə yoldaşlar, bir sözlə qısaca olaraq desək, hər bir şəxs, hər hansı bir dövlət orqanında çalışan hər bir şəxs, dövlət orqanında çalışmış başqa bir şəxslərin korrupsiya hüquq pozmasını törətdiyi halları görərsə, o halda səlahiyyətli struktur bölmənin, yəni həmin idarə təşkilat və müəssisə daxilində, dövlət orqanı daxilində yaradılan korrupsiyaya qarşı mübarizə üzrə səlahiyyətli struktur bölməyə məlumat vermə ixtiyarı var. Əgər səlahiyyətli struktur bölmə, yəni dövlət orqanında səlahiyyətli hər hansı bir şöbə, hər hansı bir sektor, hər hansı bir şöbə müdürü, sektor müdürü korrupsiyaya qarşı mübarizə, korrupsiyaya qarşı hüquq pozma törədirsə, yəni korrupsiya hüquq pozması törədirsə, o halda artıq orada işləyən şəxslər, yəni belə deyim də, işçilər dövlət orqanının, yəni daha doğrusu həmin orqanın rəhbərinə məlumat verməyə borcludurlar. Yəni məlumat vermək ixtiyarları var. Əgər yenə deyirəm, korrupsiya hüquq pozmasını müvafiq idarə, müəssisə və təşkilatın rəhbəri törədərsə, korrupsiya hüquq pozmasını, bu zaman işçilər və yaxud səlahiyyətli struktur bölmələr artıq ondan daha yuxarı vəzifəli şəxsə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara onun barəsində məlumat daxil etmək, məlumat göndərmək hüququna malikdirlər. Və həmin orqanlar bu məlumatın qəbul olunması, qeydə alınması və qanunla nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər. Deməli, yoldaşlar, korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi. Ümumiyyətlə, korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat vermiş şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda səlahiyyətli struktur bölmə, idarə, müəssisə, təşkilatın rəhbəri və yaxud da korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığının, yəni onun məlumatlarının belə deyim də, görünməzliyini təmin etməlidirlər. Gizliliyini təmin etməlidirlər, belə deyək. Bu məlumat korrupsiya ilə bağlı, korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanır. Yəni, əgər korrupsiya ilə bağlı mən dövlət işçisiyəm, tutaq ki, səlahiyyətli struktur bölmənin rəhbəri, mənim şöbə müdürüm, tutaq ki, korrupsiya ilə bağlı hüquq pozma törədib, mən onunla bağlı artıq rəhbərə, idarə təşkilat və müəssisənin rəhbərinə şikayət eləmişəmsə, ki, yəni bu mənim şöbə müdürüm və yaxud sektor müdürüm korrupsiya hüquq pozması törədib, bunun mənim yazılı razılığım olmadığı təqdirdə açıqlana bilməz ki, Quliyev Pərvin Akifoğlu tərəfindən Məmmədov Məmməd oğluna, yəni filan şöbənin müdürü Məmmədov Məmməd oğluna qarşı belə bir ittiham var. Belə bir onun barəsində şikayət irəli sürür ki, bu şəxs korrupsiya hüquq pozması törədib. Onu heç bir halda heç kəs, nə idarə müdürü, nə təşkilat müdürü, nə başqa bir səlahiyyətli qurum və yaxud da şəxs elan eləyə bilməz ki, bu Quliyev Pərvin tərəfindən şikayət edilib. Yəni mənim yazılı razılığım olduqda açıqlana bilər ki, mən Quliyev Pərvin tərəfindən bu belə deyim də şikayət irəli sürülüb. Amma mənim yazılı razılığım olmadığı halda, yəni mən istəməsəm ki, mənim məlumatım açıqlansın, konfidensiallığım qorunsun desəm, o zaman artıq heç bir şəxs heç bir halda mənim istəmədiyim şəkildə elan eləyə bilməz də. Yəni ancaq yazılı şəkildə mən məlumat verirəmsə, yazılı şəkildə razılıq verirəmsə, o zaman bəli, elan oluna bilər ki, Quliyev Pərvin tərəfindən şikayət göndərilib. Amma istəmədiyim halda xeyr, bildirilə bilməz.
Deməli yoldaşlar, korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat verən şəxsə və yaxud da onun yaxın qohumuna hədə-qorxu gəlmək, onlara təzyiqlərə məruz qoymaq, qorxutmaq, maddi və yaxud mənəvi ziyan vurmaq, təhqir və təhdid eləmək, şərəf və ləyaqətini alçatmaq, qanunla müəyyən olmuş qaydada məsuliyyətə səbəb olur. Yəni mən gedib məsələn də hansısa bir dövlət orqanında çalışıram, orada oranın struktur bölmənin rəhbəri və yaxud da hər hansı bir işçi korrupsiya hüquq pozması törədirsə, mən bunu gedib hər hansı bir müvafiq şəxsə bildirirəmsə ki, filan işçi korrupsiya hüquq pozması törədir, bununla bağlı bir tədbir görülsün. Artıq həmin işçi onu öyrənərsə ki, yəni mən şikayət vermişəm onun barəsində, həmin şəxsin artıq mənim belə deyim, mənim özümə, qohumuma hədə-qorxu gəlməsi və yaxud da mənə təzyiqə məruz qoyması, maddi və yaxud da mənəvi ziyan vurması, məni təhqir və təhdid eləməsi, şərəf və ləyaqətimi alçalması qanunla müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olur yoldaşlar. Yəni ki, ixtiyarı yoxdur. Deməli yoldaşlar, korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat vermiş şəxs hər hansı bir dövlət orqanının, yerli özünü idarəetmə orqanının işçisi və yaxud da onun yaxın qohumu barəsində öldürməklə hədənin icra ediləcəyi, zor tətbiq ediləcəyi, həmçinin daşınmaz və daşınar əmlakının məhv ediləcəyi və yaxud da ona ziyan vurulacağı qorxusunun mövcudluğu barəsində real əsaslar olduğu təqdirdə korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat verən şəxsin prokurorluğa müraciət əsasında cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən olmuş qaydada təhlükəsizlik tədbirləri tətbiq edilir. Deməli yoldaşlar, idarə müəssisə və təşkilatın korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat vermiş işçisi barəsində məsuliyyət tədbirlərini tətbiq edən idarə, müəssisə və təşkilat onların qanunla müəyyən olmuş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Həmin işçi attestasiyadan keçirildikdə səlahiyyətli struktur bölmənin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir. Ümumiyyətlə, idarə müəssisə və ya təşkilatlar, struktur bölmə, səlahiyyətli struktur bölmə, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar tərəfindən bu qanunun 11.1, 11.2 maddələrinin tələbləri pozulduğu təqdirdə korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat verən şəxs inzibati qaydada məhkəməyə şikayət verə bilər. Deməli yoldaşlar, bu qanunun 11.2 maddəsində, yəni ki, korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumat verən şəxsə əgər hədə-qorxu gəlinərsə, onun ailə üzvlərinə hədə-qorxu gəlinərsə, təzyiqlərə məruz qoyularsa, təhqir və təhdid edilərsə, bununla bağlı bilə-bilə yalan məlumat vermə, həmçinin özü və yaxud da digər şəxslər üçün qanunsuz olaraq maddi və digər nemətlər, imtiyazlar və güzəştlər əldə etmək məqsədi ilə məlumat vermə hallarında tətbiq olunmur. Deməli yoldaşlar, vəzifəli şəxslər tərəfindən maddə 12-də vəzifəli şəxslər tərəfindən qanunsuz əldə olunmuş, yəni qanunla müəyyən olunmamış üsullarla əldə olunmuş əmlak və qanunsuz əldə edilmiş imtiyazlar, güzəştlərin dəyəri könüllü olaraq dövlət nəfinə ödənilir. Çox vaxt bunu qarışdırırlar yoldaşlar. Deyirlər ki, yazılır ki, dövlət büdcəsinə ödənilir. Səhvdir, dövlət nəfinə ödənilir yoldaşlar. Könüllü olaraq dövlət nəfinə ödənilir və həmçinin də vəzifəli şəxslər qanunsuz əldə edilmiş əmlakı könüllü olaraq öz istəkləri ilə, yəni öz istəkləri ilə qaytarmaqdan və onun dəyərini, habelə qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərini könüllü olaraq özləri istəyərək ödəməkdən imtina etdikdə qanunsuz əldə olunmuş əmlak və ya onun dəyəri, qanunsuz əldə olunmuş güzəşt və ya əmlakın imtiyazın dəyəri müvafiq dövlət orqanlarının, yerli özünü idarəetmə orqanlarının və ya qurumların iddiası əsasında məhkəmə tərəfindən dövlətin nəfinə ödənilir. İşə məhkəmədə baxılana qədər iddianın təmin edilməsi üçün məhkəmə tərəfindən cavabdehin əmlakı barəsində mülki prosessual qanunvericiliklə, yəni mülki prosessual məcəllə ilə müəyyən olunmuş qaydada tədbirlər görülə bilər.
Ümumiyyətlə, korrupsiya ilə əlaqədar hüquq pozmalar nəticəsində qəbul olunmuş aktlar müvafiq dövlət orqanları, yerli özünü idarəetmə orqanları və qurumlar tərəfindən yaxud da dövlət orqanlarının digər şəxslərin müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilir. Ümumiyyətlə, korrupsiya ilə əlaqədar hüquq pozmalar barədə hüquq pozmaların nəticəsində qəbul olunmuş aktlar ya dövlət orqanları tərəfindən, ya bələdiyyə orqanları tərəfindən, qurumlar tərəfindən ləğv edilir, ya da müvafiq dövlət orqanlarının müraciəti əsasında məhkəmə tərəfindən ləğv oluna bilər. Başqa cür mümkünatı yoxdur ləğv olunmasının. Bildiyimiz kimi, korrupsiyaya qarşı mübarizə haqqında qanun 2005-ci il yanvar ayının 1-də qüvvəyə minir. Bura qədər yoldaşlar, maddələr ki var, 2 dənə maddə, burada korrupsiya ilə əlaqədar hüquq pozmalar maddəsi. Bununla bağlı qısa konspekt göndərəcəm. Bilavasitə korrupsiya hüquq pozması və korrupsiyaya şərait yaradan hüquq pozmalarla bağlı. Hələsində yoldaşlar, ümumiyyətlə çox vaxt dövlət imtahanlarında, yəni dövlət qulluğu imtahanlarında, qəbullarda bu testlər qarışdırılır. Yəni orada bir sıra incə nüanslar var da. Məsələn, bilavasitə korrupsiya hüquq pozması cümlənin sonu masməsi ilə bitir. Amma korrupsiyaya şərait yaradan hüquq pozmalarda cümlənin sonu makmək ilə bitir. Çox müəllim var ki, onu elə belə deyim də izah edir, yadda saxlamağa göstəriş verir, amma əslində o bir o qədər də düzgün deyil. Çünki çox vaxtı qarışdırırlar. Ya hər ikisi cümlənin sonunda masməsi şəkilçisindən istifadə edirlər və yaxud da hər iki cümlənin sonunda makməkdən istifadə edirlər. Tələbələr də bilmir ki, çaşır, bilmir ki, hansını götürsün. Mən sizə onun incə nüanslarını deyəcəm. Yəni hansı söz birləşmələri, hansı sözlər görsəniz, bilavasitə korrupsiya hüquq pozmasıdır. Hansı söz birləşmələri görsəniz, korrupsiyaya şərait yaradan hüquq pozmadır. Onu artıq seçə biləcəksiniz yoldaşlar. Bura qədər yoldaşlar, növbəti dərsdə görüşənədək kanala abunə olub bildiriş butonunu açıq saxlamağı unutmayın.